Ədəbi mətnlər eynən bir şahmat oyunu kimidir. Oradakı obrazlar, ornamentlər milli ola bilər. Hər bir coğrafiyaya, hər bir siyasi, iqtisadi, sosial mühitə uyğunlaşdırılmış şəkildə ola bilər. Amma bütün bunların hamısının peşəkar bir gözlə oxuyanda hamısının arxasında bəlli sistemlər olduğunu görmək mümkündür. 19-cu əsrə qədər yazarlar, nəinki yazarlar, hətta bütün yaradıcı şəxslər, deyək ki, bəstəkarlar, rəssamlar, heykəltaraşlar Allahın yer üzünə xüsusi missiya ilə göndərdiyi fövqəltəbii gücə məxsus şəxslər olaraq bilinirdi. Ancaq 19-cu əsrdə dəyişən dünya, sistemin dəyişməsi, ədəbiyyatşünaslığın, elmin inkişaf etməsi, yaradıcı sahələrdəki nəzəriyyələrin inkişafı ona gətirib çıxardı ki, əslində yaradıcı adamların heç də müqəddəs olmadığını, yaranılan və bizə xaotik görünən, bizə fərqli görünən bütün mətnlərin, rəsmlərin, filmlərin, heykəllərin arxasında bəlli bir oxuna bilmək üçün nəzəriyyələr olduğu məlum oldu. Əslində tarixin bütün dövrlərində öyrədən və öyrənən var idi. Biz buna müasir formada, təhsil formasında başqa cür adlandırsaq da, tarixən bunun adına klassik mənada ustad və şagird deyilirdi və şagird ustadın yanına gedərək, onun əlinə baxaraq, onun yanında zaman keçirərək, onun sahib olduğu vərdişləri, o peşə üçün lazım olan keyfiyyətləri zaman içində öyrənə bilirdi. Yaradıcı bir çox sahələrin öyrədilmə metodları belə deyək də inkişaf etsə də, yazarlıq sahəsindəki bu metodlar əsasən 19-cu əsrdə formalaşmağa başladı. Düzdür, yazının, mətnin anlaya biləcəyimiz standartlarının olması, ölçülərin olması bizə antik Yunan dövründən bəlli idi. Ancaq 19-cu əsr elmin populyarlaşması və ədəbiyyatşünaslığın inkişafı ilə biz yeni terminlər, yeni nəzəriyyələr ortaya çıxdı və bu nəzəriyyələrin vasitəsilə biz yaranan ədəbi mətnləri anlamağa başladıq. Klassik fikir bu idi. Qədim Romalı şair Horatiusun Şeir sənəti kitabında belə bir ifadə var. Şair olunmur, şair doğulur. Eyni zamanda bu fikri dəstəkləyən çoxlu düşüncələr var. Hətta fəlsəfədə də, deyək ki, Immanuel Kantın belə bir nəzəriyyəsi var idi ki, Newtonun ağlına gələn fikirləri formalizə edə bildiyimiz üçün onu öyrətmək mümkündür. Ancaq şairin, yazarın ağlına gələn fikirlərin standartını, ölçülərini müəyyənləşdirə bilmədiyimiz üçün onu öyrətmək mümkünsüzdür. 19-cu əsrdə isə şairlər və yazarlar öz yazdıqlarının təsadüfi bir şəkildə ortaya çıxmadığını anladılar və bunun üzərinə sistemli bir fikir formalaşdırdılar. Məsələn, Edgar Allan Poe adlı bir şair, hekayətçi, Yazının fəlsəfəsi adlı bir yazıda dünya ədəbiyyatının ən yaxşı şeirlərindən hesab olunan Quzğun şeiri haqqında bir yazı yazdı. Bu yazı nədən ibarət idi? Bu yazını yazmaqda onun əsas məqsədi şeirinin yazılma səbəblərinin riyazi dəqiqliklə açıqlana biləcək dərəcədə bir standartı və ölçüsü olduğunu deməkdir. Daha sonra 19-cu əsrin başqa yazarları, şairləri şeir yazmanın, xüsusən 19-cu əsrə qədər bildiyiniz kimi dünya daha çox şeir mərkəzlidir. Nəsr və roman daha sonra 19-cu əsrdən etibarən daha bir yüksəliş dövrünə keçəcək. Ona görə nümunələr daha çox şairlər üzərindədir. Həm də şeirlərin qeyri-müəyyən olduğu nəsrə görə daha çox səsləndirilən bir fikirdir. 19-cu əsrdə bu düşüncələr qırılmağa başladı və yeni nəzəriyyələr, yeni fikirlər ortaya çıxdı. Ədəbiyyatşünaslıqda da deyək ki, 20-ci əsrin əvvəllərindəki Rus formalistləri olsun, 1960-larda Avropadakı strukturalizm məktəbi olsun. Bunlar bizə xaotik görünən ədəbi mətnlərin arxasında bəlli bir sistemin olduğunu bizə aşkarladılar və bizə dedilər. Bu sistem necə işləyirdi? Adi bir oxucunun gözündən hansısa bir mətnlərə baxanda bizə elə gəlir ki, yüzlərlə, minlərlə variant var. Amma bu ədəbiyyatşünaslığın gözündən baxanda məlum olur ki, əslində minlərlə variantlar yoxdur. Bəlli başlı kompozisiyanın, yazmanın, yaratmanın
janrların bəlli qəlibləri var, standartları var və bu qəlib və standartların üzərindən mətnlər yazıla bilər. Dolayısıyla yazının öyrədilmə metodlarının yenidən kəşf edilməsi ortaya çıxdı. İlk iş Amerikada başladı. Amerikan universitetlərində creative writing, yaradıcı yazarlıq, yaradıcı yazı deyə tərcümə edə biləcəyimiz departamentlər quruldu. Amma bu klassik mənada bir ədəbiyyat fakültəsi, filologiya fakültəsi deyildi. Çünki filologiya fakültəsinin öz missiyası var. Ədəbiyyat müəllimi yetişdirmək, ədəbiyyatşünas yetişdirmək, ədəbiyyat tarixçisi yetişdirmək, ədəbi tənqidçi yetişdirmək və s. və s. Amma onun yazıçı yetişdirmək kimi bir missiyası yoxdur. Yaradıcı yazarlıq fakültələri isə təməl missiyası yazmanın və yazını öyrətməyin təlim və təhsil modelini yaratmışdı. Və dəyişən dünya ilə bu gün əslində doğrudan da bütün nə qədər yazı varsa, bütün yazı tiplərinin, yazı mətnlərinin öyrədilmə metodları, pedaqogikası və sistemi var. Uzun illər bu Amerikadan sonra Avropada görünsə də təhsil sistemində, təəssüf ki, bizim coğrafiyada bu fikirlər bir o qədər də qəbul görülmür. Bu da bizim ədəbiyyatımızın sosial olaraq, cəmiyyət olaraq keçdiyimiz tarixi yolla və quruluşla bağlıdır. Çünki xatırlasanız Sovet dövründə ədəbiyyatçının belə bir imajı var. O daim dağınıqdır, ilham pərisi ilə yazır, xüsusidir, seçilmişdir. Bu Sovet siyasətinin, Sovet ideologiyasının görmək istədiyi və yaratmaq istədiyi bir yazar, nəinki yazar, yaradıcı tip modeli idi. Və fikir versəniz, çox qəribə bir şeydir. Bizim ədəbiyyat tariximizdə yazarlar kitab oxumadıqları üçün, bilgilərinin sistemli olmadıqlarını həmişə bir tərif kimi qəbul ediblər. Ki, biz yaratdıqlarımız bizə göydən gəlmiş, xüsusi bir dialoq, ilahi bir qüvvə ilə dialoqun nəticəsində yaranmış mətnlərdir. Amma bu gün dəyişən dünya ilə və biz artıq dünyadakı gedən ədəbi proseslərə baxanda məlum olur ki, bir romanı, bir hekayəni ilham pərisi ilə yazmaq mümkün deyil. Ədəbiyyat dediyimiz bir elmdir, bir sahədir. Onun öz tələbləri, standartları və strukturu var və bu strukturları bilmədən, öyrənmədən yaxşı mətnlər yazmaq da bir o qədər mümkün deyil. Bəlkə də Azərbaycan ədəbiyyatının dünya prizmasında dünyadakı qarşılığının bu gün olmaması və ya az olmasının bir səbəblərindən biri də biz uzun illərdir ki, ədəbiyyat ənənəmizdə yalnız və yalnız təbiətdən gələn, bədahətən dediyimiz, ilham pərisi ilə, qeyri-müəyyənliklə üzərində öz mətnlərimizi yaratmağımız və qurmağımızdır. Sual oluna bilər ki, bəs bu təhsil modeli, bu təlim modeli olmadan öncə insanlar necə yazırdılar? Əslində bir çox klassik yazarlara baxsaq, yazının və ya janrların məntiqini və standartını bir növdə intuitiv şəkildə anlayırdılar. Burada qəribə bir şey var. Məsələn, strukturalistlərin ilhamlandığı bir dilçi var. Ferdinand de Saussure deyə bir dilçi, dünyanın ən təsirli dil adamlarından biridir. Onun təməl fikirləri əşyanın adlandırmanın əşyanın təbiətinə nə qədər uyğun olub-olmaması dilin şərtiliyi məsələsidir. Strukturalistlər bunlardan ilhamlanaraq yeni bir ədəbi cərəyan, ədəbi fikir formalaşdırdılar. Yəni mətnlərin yalnız və yalnız strukturunu araşdırmağa və mətnin strukturundan kənarda olan hər bir şeyi bir kənarda, mətnin kənarında saxlamaq fikri. Burada Saussure'un dilçiliklə bağlı, dilçilik və şahmatla bağlı dediyi bir nümunəni istəyirəm ki, ədəbiyyat müstəvisində baxaq. Saussure'un dediyi təməl şey nədir? O deyir ki, bir adamın bir neçə məsələdir. Birincisi, bir adamın şahmat oynaması üçün şahmatın tarixini bilməsinə ehtiyac yoxdur. Yəni bir adam çox yaxşı şahmat oynaya bilər, amma o bilməz ki, şahmat harda, Hindistanda yaranıb, Avropada necə dəyişib, şahmat federasiyası nə işlə məşğuldur və s. və ilə. Eyni şey ədəbiyyat üçün də keçərli. Bir adamın ədəbi mətn yarada bilməsi üçün heç də hər zaman sistemli bir ədəbiyyat tarixinin bilməsi, ədəbiyyatşünas olmasına gərək olmur və dünyada da bunun çoxlu nümunələri var. Digər bir məsələ, şahmat taxtasında fiqurların ölçüsünün, rənginin, materialın əhəmiyyəti yoxdur. Önəmli olan fiqurların oyunun içindəki funksiyasıdır. Bu nə deməkdir? Biz bir ingilis ədəbiyyatı oxuyuruq, rus ədəbiyyatı oxuyuruq,
fransız ədəbiyyatı oxuya bilərik, yapon ədəbiyyatı oxuya bilərik. Obrazlar, sistemlər fərqlidir. Eynən şahmatdakı fiqurlar kimi. Amma fiqurların oyun içində, janr içində icra etdiyi funksiya, yəni bu janr roman olsun, hekayə olsun, novella olsun, fərq etməz. Eyni şəkildə qalır. Yəni biz necə ki deyə bilmərik ki, şahmat taxtasında lövhənin rəngi ağ-qara yox, qırmızı-sarı olsa oyun dəyişmədiyi kimi, taxtadan yox, dəmirdən olsa oyunun standartları dəyişmədiyi kimi və oyunun şərtləri və oyunun prinsipləri şəxslərə görə də dəyişmir. Şahmatı bir qoca ilə bir gənc oynaya bilər, həkimlə taksi sürücüsü oynaya bilər. Biz şəxslərə və kimliklərə görə oyunun qaydasını dəyişdirmirik. Ədəbiyyatın da, yaradıcı yazarlığın da təklif etdiyi və irəli sürdüyü budur ki, ədəbi mətnlər eynən bir şahmat oyunu kimidir. Oradakı obrazlar, ornamentlər milli ola bilər. Hər bir coğrafiyaya, hər bir siyasi, iqtisadi, sosial mühitə uyğunlaşdırılmış şəkildə ola bilər. Çünki yazarlar həmin sistemin məhsuludur bu və digər formada. Amma bütün bunların hamısının peşəkar bir gözlə oxuyanda hamısının arxasında bəlli sistemlər olduğunu görmək mümkündür. Bu sistemləri bilmək bizə daha yaxşı mətn yaratmaqda kömək edir. Baxın, 19-cu əsrdə ilhamla, təsadüflə, bu kimi fikir və düşüncələrlə yazmaq və yaratmaq kifayət qədər sadə və rahat idi. Biz bu gün süni intellekt dövründə yeni bir çağdan dəyişən və sürətlə dəyişən, yerində dayanmayan bir dövrdə yaşayırıq. Bu dövrdə artıq 19-cu əsrin insanı kimi yaşamaq, 19-cu əsrin yaradıcısı kimi yaratmaq qeyri-mümkündür. Və bu şəkildə yaratmaqla biz yalnız və yalnız zamanın ötəsində, zamanın çağın kənarında qalmış oluruq və çağın kənarında qalmaqla söhbət neqativ bir mənada gedir. Heç bir zaman belə deyək ki, yaxşı bir mətn yaratmaq mümkün deyil. Mətnlərin ən böyük önəmli xüsusiyyəti ətrafında baş verən dəyişən dünyanı anlaması. Biz yaradıcı adamlar məhz buna görə də sevirik ki, o bizim ətrafımızda bir şeylər dəyişir, o dəyişimlərin estetikasını yaradır, dərinliyini yaradır, mənasını yaradır, şərhini yaradır, təbii ki, yaradıcı bir şəkildə və bu bütün zamanlar üçün keçərli olacaq, bütün prinsiplər üçün eynən şahmat oyunu kimi bütün ölkələr üçün bəlli bir standarta çevrilir və həmin şəxslər zaman içində klassikaya çevrilir.